Hə, deməli belə. Meşə gəzintimiz başladı. Elvinlə gəzintiyə çıxmışıq. Biraz qar yağıb, dedik təmiz hava, təbiət qoynunda biraz gəzək. O vaxt, uşaq vaxtı bu tərəfə gəlirdik, burada şey var idi, dəmirlər zat töymüşdülər buraya. Onlar zat şey elirdik, belə araşdırırdıq, elirdik də. Həqiqətən belə bir qəribə dəmirlər tökmüşdülər, elə bir nəyə soxuşurdu, belə bir, hep hansısa silahın parçasını oxşuyurdu, hissəsini oxşuyurdu. Aparırdıq evə, nəmi oynadıb elirdik. Bu yolu ev yolu eləmişdi. Çaya yetişərdik. Hə, çaylağa vaxtda buradan gedirdik, o tərəfdə çaylaqlar var idi. İndi yoxdur. Buradan peristadə düşürdük. Sərin göldü də var. Ora piyada gedirdik meşənin içindən, Allah'ın olsun. Maraqlıydı o günlər. Piyada gəlmək yaxşıdır, maşınla gəlməyin yeri yoxdur. Piyada gəzəsən. Çox vaxtlar gəlmir, bura yanırdı. Kimsə siqaret atıb, biləm, sahədə bura. Diri yanır bura. Bu təpənin üstünü necə bəkməyiblər görürsən? Təpənin üstündə böyle. Buralar əslində zibilli idi. Sadəcə qar üstünü örtüb payət eləmir. Dedik videoya buradan başlayaq. Biraz təmizlik olsun. İnsan ayağı dəyməmiş. Burada belə ayaq izləri var. Bu nəsə at. Yox, deyən nə? Nəsə bildiyimiz canlıların ayağına oxşur, hə? Ola bilər, canavar zat, çaqqal zat. Var da, gecə gəlirlər burada. Ac olurlar, yetimlər. Yetimlər gəlib oluyur burada. Nə qarsın? Meşədə də aclıqdır. Meşədə bir şey tapa bilmirlər. İnsanların əlindən. İnsanlar canavardan daşdı. Canavarın yemini də əlindən alıb yemək istəyir. Yetimin bir dənə dovşanı var. Onu da əlindən alıb yemək istəyirlər. Sən zarafat edir. Bir şeysən görəsən yenə tüfənglə alıb düzülür. Kişi o dovşan. Hə, ey dovşan. Nə bilim, mən fikirləşirəm ki, çox yəni elə bir yerdə qalaram da, ac qalaram. Acından görürəm, acından ölərəm, elə şeylərin ətini yeyərəm. Kirpidir. Sonra nə bilim, kirpi yetimi suda boğurlar, öldürürlər. Suda, su. Hə. Kökən kimi atırlar axı. Hə. Yazığa işgəncədir o. Hə. Necə deyir? Gərək, nə bilim, gərək biraz Bu həqiqi şey olasan da, cani olasan. Haramda hə? Hə? Dişi heyvanların hamısı haramdır. Nə dişini, Doğuşan. erkeği, Bizdə düzdə baxmırlar amma cinsi ayrı seçkili eləmə. inciyərlər. Himalayın başına dırmaşdıq, görək. Bura xeyli hündürdür. Burası kamerada hündürlüğü bilinmir. Kamera 2D elə bir dərinliyi çox görmür. Buradan. Hə? Buradan. Gəl buradan düşək. Bu odun parçası buraya nətər gəlib çıxıb görəsən. Hə, Elbi? Hə? Odun. Odun parçası nətər gəlib çıxıb bura. Kimsə gətirib atıb, yoxsa ağacıymış burada, nə olar səncə? Hə?
Kimsə gətirib atmış olar, hə? 100%. Səbəb kimsə. Meşədə soyunma olur. Bir dəfə düşmüşəm meşəyə, yay vaxtıdır. Şey var idi belə, kanal kimi keçirdi çayın için. Çay, elə bir çay deyildi də, qara suydu. Bulağın suyu kimi bir şeydi də, axırdı belə. Tezcə yaxınlaşdım ki, əl üzümə su vurum. O idi o. Bir də gördüm 20-30 dənə ilan su içirlər. Nəcəb şey elədim, belə özümü itirmədim. Yavaş-yavaş dala çəkildim. Hamısı da gürzə. Gürzə ilanlardı hamısı. Gün çıxdı ya. Hə? Hə. O birisi təpənin üstündən gölünə keçiyor. Hə, orada qonşu kənddir. Bizim də yağ izimiz qalır, gəlib izimizə düşəcəklər. Hə? Onlar da tülkü, canavar, çaqqal. Dəli kimi gəzib belə. Sağ, sol. Hamısı dərə boşluğundan gəlir. Maşın yolu var bax, görürsən. Keçən dəfə gəlib burada YouTube'da bir videom var. Burada çəkmişəm. Burada dururam belə. Şeyin üstündə, bax o təpənin üstündə günəşin şüalarından danışıram. Hə, dostlar. Bura inanırsan kamerada elə görünür ki, elə bir nəm. Balaca bir stol ustasınız. Hə. Hündür deyəsən. Çox hündür. Çəkilsə doğru. Gedəcəyik, hə. Burası buranı çəkmək istəyirəm. Meşə gedirik yavaş. 7 dəqiqədir yol gəzirik. Aha, attılar. Elə bu təpə idi. Elə bu təpə idi üstünə çıxdığım. Yəni burada video çəkmişdim. O biri. Ha. Yaxşı. Gün qar olacaq. Sabah amma gün deyib. Don yok. Don olsa qalar. Təmiz hava ləzzət eləyir elə. Tərtəmiz. Təbiət. Mən təbiət həvəskarıyım. Mənimki şəhər deyil. Mənimki bax bu dərələr, təpələrdir. Binalar deyil. Gözəl qızlar deyil. Maşınlar deyil. O motosiklet, hə, o olar. Motosiklet başqa aləmdir çünki. Yayda gələcəm də buralara motosikletlə. Çox güman ki gəlib buralarda videolar çəkəcəm. Hardasa demək olar ki kəndimizlə eyni hündürlükdəyim. Ha? Qəşəng yerdə elə. Hündürlüyü görürsən. Meşə çox alçaqdadır.